Bəli, ekranlarınıza gəlir İtalyan atlet. O topla hərəkətlərdə ən yaxşı nəticə göstərmişdi Sofia Raffaelli. Onun nəticəsi 28,50 xal olmuşdu və bu alətə görə, bu alətdəki çıxışına görə birinci pilləyə yüksəlmişdi. İndi isə halqa ilə proqramı icra edəcək Sofia Raffaelli. Tu sei una cosa grande per me, una cosa che mi fa innamorare, una cosa che se tu guarda me, mi innamora così, guarda a te. Dillo che mi vuoi bene, conmigo, voglio bene a te. Vorrei sapere una cosa da te, perché quando ti guarda così, sicuro tu ti senti morire, non mi dici e non mi fai capire, ma perché così grande. Bəli, möhtəşəm bir çıxış Sofia Raffaelli'dən və zənnimcə toplu hərəkətlərdə olduğu kimi halqa ilə hərəkətlərdə də o öz ustalığını, bacarığını nümayiş etdirdi Sofia Raffaelli. Bəli. Musiqisi ilə proqramın quruluşu çox uyğun idi, çox gözəl bunu göstərdi həm Polina hakimlərə, həm bizə. Sliamskiyanın xalı nəticəsi əlbəttə ki bu dəfə daha yaxşı oldu. 21,750 xal qazanır Sliamskaya. Sofia Raffaellin çıxışına baxanda çox maraqlı kompozisiya qurulmuşdu. Mahnısının hiss edərək bu kompozisiyanı yerinə yetirdi və xalçada təcrübəli gimnast olduğunu göstərir sadəcə. Bəli. Yəni ustalıq səviyyəsi açıq-aşkar seçilir. Digər gimnastlarla müqayisə etsək, təbii ki, Sofia Raffaelli bir addım öndədir. Və növbə Zəhra Cəfərovanın